Həzrəti Əli əleyhissalamın üstünlüyü oradadır ki, o Quranda tərif olub. Quranda tərif olub. Özdə bir ayədə yox, 5 ayədə yox, 10 ayədə yox, yüzlərlə ayədə Allah Teala Həzrəti Əli əleyhissalamı tərif edib. Rükû halında üzük verib, Həzrəti Əli əleyhissalamı Allah tərifləyib. İftar verib, 3 gün ardıcıl olaraq, iftar yeməyini verib, sailə, miskinə, yetimə, Allah onu orada tərif edib. Peyğəmbərlə mübahiləyə gedib, Allah orada onu tərif edib. Peyğəmbərin yerində yatıb, Allah onu tərif edib. Yəni, Həzrəti Əli əleyhissalam o kəsdir ki, Həzrəti Əli nəsə bir iş görəndə Allah başlayıb onu tərif eləməyə. Allah başlayıb onun barəsində xoş sözlər deməyə. Özü də harda? Quran-ı Kərimdə. Lavh-ı Məhfuzdan enən Quran-ı Kərimdə Allah Həzrəti Əlini tərifləyir. O bir nəfər danışdı, başqa səhabələrdən təriflədi, xoş sözlər dedi, onların fədakarlığından, qəhrəmanlığından, fəzilətlərindən, amma Həzrəti Əli əleyhissalama çatanda bir söz demədi. O ağıya, alimə sual verdilər ki, sən bəs Həzrəti Əli əleyhissalamın fəzilətlərindən niyə danışmadın? Peyğəmbər zamanında başqa səhabələrdən danışdın ki, onların bu fəzilətləri var. Onlar Peyğəmbərə belə iman gətirdilər, belə oldular. Amma Həzrəti Əli əleyhissalam ki, Peyğəmbərin yanında olub, Həzrəti Əli əleyhissalamın ki, bəs qədər fəzilətləri var. Niyə Həzrəti Əli əleyhissalamla danışmadın? Alim qəşəng bir cavab verir. Deyir ki, mən danışdım o kəsin barəsində ki, onları Allah Quranda tərifləməyib. Mən necə danışım o şəxsin barəsində ki, Allah birbaşa Quranda özü tərif edib. Həzrəti Əlinin birinci məddahi, mədhəliyəni Allah özüdür. Yəni, bir nəfəri ki, Allah tərif edir, özü də Quran-ı Kərimdə, mən nə danışa bilərəm onun barəsində? Həqiqətən də Həzrəti Əli əleyhissalamın barəsində danışmaq Quran-ı Kərimdən sonra o bəzən böyük, mötəbər bir şəxsiyyət, nəhəng bir alim, əllamə, hardasa bir məclisdə bir çıxış eləyəndən sonra deyək ki, bir adi bir alimə, adi bir din xadiminə sual verəndə və yaxud da söz verəndə o deyər ki, mən filan alimin, şeyxin danışığından sonra da nə danışa bilərəm ki? Yəni, söz yoxdur. Qurandan sonra, Quran Həzrəti Əlini tərifləyəndən sonra, Allah Həzrəti Əli əleyhissalama o cür münasibətləri bildirəndən sonra biz nə karıyıq ki, Həzrəti Əli əleyhissalamın barəsində danışaq və onu tərifləyək. Həqiqətən də Həzrəti Əli əleyhissalam bir iş görür, Allah bu tərəfdən ayə yollayır və Həzrəti Əlini başlayır tərifləməyə. Nə qədər iş görənlər var, nə qədər sədəqə verənlər var, zəkat verənlər var, nə bilim, fədakarlıq eləyənlər var, iftar süfrələri açanlar var, iftar verənlər var, yetim sevindirənlər var, nə qədər qəhrəmanlıq göstərənlər var, nə qədər alimlər var, əllamələr var. Heç birini Allah Quran-ı Kərimdə tərifləməyib. Amma Həzrəti Əli əleyhissalamın hər hərəkətini, hər addımını, elmini, fəzilətlərini Allah tərifli. Bu nə deməkdir? Bu o deməkdir ki, Allah üçün Həzrəti Əli çox önəmli bir insandır.